Of, indi buna nə oldu? Nə oldu? Sizə kömək eləyə bilərəm? Kart şifrəsini qəbul etmir. Bir saniyə gözləyin, mən sizə kömək eləyim. Zəhmət olmasa şifrənizi deyin. Bir dəqiqə, nə edirsiniz? Yəqin ki, şifrənizi tanımadığınız biriyle paylaşmayacaqsınız. Nə olacaq ki? Mən buradayam. Şifrəm 1, 2, 3, 4. Vay, olmadı. Ən yaxşısı bank işçilərindən kömək istəyim. Burada kart yoxdur. Fırıldaqçı ələ keçirdiyi kredit kartı və kredit kartı şifrəsi ilə şəxsi hesabından bütün pulları çıxarır. Belə hallarda yad şəxslərdən qəti şəkildə kömək istənilməməli və kart şifrəsi paylaşılmamalıdır. ATM cihazına xarici cihazların qoşulma ehtimalına qarşı baxaraq və əllə toxunaraq yoxlanılmalıdır.